Bugün biz sizinle 16 noyabr tarixində keçirilmiş OTK sınav imtahanı izahına baxırıq. Qeyd edim ki, izahlarınız sizə faydalı olarsa kanala abunə olub və bəyənməyi də unutmayın. Qeyd edim ki, Cəlilabad rayonunda OTK-nın imtahanı Paradoks Tədris Mərkəzində keçirilir. Növbəti imtahanlar üçün yaxınlaşıb biletlər əldə edə bilərsiniz. Keçək indi riyaziyyat suallarının izahına. Yoldaşlar, deyək 2 rəqəmlər dediyin rəqəmlərin cəmi 12-dir. Yaxşı, bir dənə 2 rəqəmli ədədimiz var abi. Bunun A və B ədədlərinin cəmi, rəqəmlərinin cəmi 12-dir. Bu ədədin onluqlarını göstərən rəqəm, təklərini göstərən rəqəmin 50%-nə bərabər olarsa, 2 rəqəmli ədədi tapın. Yoldaşlar, bunu həll yoluna yazmaq mümkündür, amma biraz da məntiq işlədərək də biz bunu yaza bilərik. Rəqəmlər cəmi 12 eləyən ədədlər əlbəttə bunlar hamısının rəqəmlər cəmi görürsə 12 eləyir. Amma onluqlarını göstərən rəqəm, təkliklərini göstərən rəqəmin 50%-dir, yəni yarısıdır. Əlbəttə ki, bunlardan hansıdır doğru cavab? C variantı. Çünki 8-in 50%-i nəyə vermiş olur mənə? 4-ü vermiş olur. Niyə? Çünki onluqlarını göstərən rəqəm təkliklərin 50%-dir. Əla, müəllim, bu niyə olmur? Çünki buradakı onluqların 50%-i təklikləri verir. Ona görə doğru cavab C variantı. 32-ci sual. 15 üstəyin ədədinin natural bölünənləri sayı 25 olarsa eni tapın. Yoldaşlar, 15 üstəyini mən yazaram 3 vurulsun 5 üstəyin, düz deyil. Bunu da ayıraram 3 üstəyin vurulsun 5 üstəyin. Artıq bu ədəd sadə vurullara ayrıldı. Natural bölünənləri sayı bu formada tapılır ki, qüvvət üstənin hər birinə bir vahid əlavə edirik. Bərabərdir 25. İndi yoldaşlar, fikir veririk ki, eyni ədədə vuranda, yəni n plus 1-in kvadratı nəyi verməlidir mənə? 25-i. n plus 1 buradan 5'i verir. Müəllim, bəs niyə -5? Axı natural üstü qüvvət deyir. Söhbət burada natural bölünlər, daha doğrusu natural bölünlərdən gedir. Və artıq bunu natural ədədlər olmalıdır. N de o zaman burada nə eləmiş olur yoldaşlar? 4 olmuş. O olur. Doğru cavab hansı olur? Y variantı 32-də. 33'te güzel bir sual var ki, deyir 1 minus 4'te 1, 1 minus 9'da 1, 1 minus 16'da 1. Bunu bu formada həll eləməyə çalışsaq, yoldaşlar, biraz vaxtımız uzun gedir. Amma nə edərik biz buna? Baxın yoldaşlar, 1 1'in kvadratıdır. 4'te 1 ise 2'de 1'in kvadratıdır. Aha, artıq nəsə görə bilirik biz buradan. 1 çıxılsın, 9'da 1 əlbəttə 1'in kvadratı çıxılsın, elə bil ki 3'də 1'in kvadratı və s. və ilə. Artıq biz söhbəti bildik. Söhbət nədən gedir? Əlbəttə buradan 1 minus 4'də 1 yazaram. 1 minus 2'də 1, 1 plus 2'də 1. Sonra 1 minus 9'da 1 de yazaram. 1 minus 3'də 1, 1 plus 3'də 1. 1 minus 16'da 1 yazaram. 1 minus 4'də 1, 1 plus 4'də 1 və s. və ilə axır. Ən sonuncusu 1 minus 15'də 1, 1 plus demək 15'də 1 olmuş olacaq. İndi yoldaşlar, gəlin artıq biz buradan nələr ixtisar gedirsə onları birbaşa ixtisar aparaq. Fikir verirəm, görəm ki, baxın, 1 plus 2'də 1'in qiyməti 2'də 3 eləyir. Bəs bunun da qiyməti 3'də 2 eləyir. Demək, birinci kəsrin sağ tərəfdəki ilə ikinci kəsrin sol tərəfdəki ifadələr bir-birinin nə idi? Tərsidir. Demək, bunların hasili 1 eləyəcək. Demək, o zaman bunların da hasili 1 eləmiş olur. Çünki bu 3'də 4 olur. Bu 4'də 3 olmuş olur. Məntiqlə də belə olur. Da sol tərəflər gedir və sağ tərəflər gedir. Ən sonuncu ilə birinci qalır. Birincinin qiyməti 2'də 1'dir yoldaşlar. Sonuncunun qiyməti isə 15'də 16'dır. Vururam o 16 ilə 2 gedir, qalır 8. Doğru cavab olur 15'də 8. Yəni doğru cavab A variantı. Sonra keçirik növbəti sualın izahına. Növbəti sualımız 34-cü sualdır. Deyir x minus 2 sayda işçi bir işi 12 saate görür. İşçi bir işi 12 saate görür. X minus 6 sayda işçi ise həmin işi eyni məhsullarla 18 saate yerinə yetirir. Yoldaşlar, demək x minus 2 sayda işçi işi 12 saate yerinə yetirir. X minus 6 sayda işçi ise demək 18 saate yerinə yetirir. Bəs mən buradan nəyi bilməliyəm müəllim? Onu bilməlisiniz ki, işçi ilə saat arasındakı mütənasiblik tərs mütənasiblikdir. Niyə? Çünki təsəvvür edin, 6 dənə işçi işi tez qutarar, yoxsa 8 dənə? Əlbəttə 8 dənə. Niyə? Çünki
Adam sayı çoxaldıqca istər-istəməz iş nə etməlidir? Azalmalıdır. O zaman burada tərs mütənasiblikdir. Tərs mütənasiblik düzünə vurmaqdan söhbət getməlidir. Əla. O zaman 12-ni vurursunuz x minus 2-yə. X minus 2-yə. 18-i də vurursunuz x minus 6-ya. Buradan eləyəcək 12x minus 24 bərabərdir. 18x minus 108. 6x 48, 108 eləyir. Aha. 12x'i sağa atanda eləyir 6x bərabərdir. 108-də sola atıram. Qalır 84. O zaman x da buradan neçə eləmiş eləyir? 14 olmuş olur. Bu adam məndən nə istəyir? X ədədini tapım və x y variantı olmuş olur. Keçirik demək 35-ci suala. 35-ci sualda görək bizə nə deyir? Yoldaşlar, sürətdə mən nağdından bilirəm ki, a üstü 3 ortaq kimi çıxarda bilərəm. Qalır a üstü 6 plus 1. Tamamdır. Müəllim, bəs məxrəc? Məxrəc mənə tanış deyil. Axı, yoldaşlar, tanışdır. Sadəcə yerlər dəyişilib. Məsələn, mən bunu a plus 1 böl a vırılsın. A kvadrat minus 1 plus 1 bölü a kvadratı şəklində yazsam, görürəm ki, bax, bunun kvadratı burada var, bunun kvadratı burada var, bir də onların hasili burada var. Əla, demək bu kubların asılışıdır. Kubların asılışı nə olur? A-nı a kvadratına vurursan, eləyir a-nın kubu çıxılsın. Daha doğrusu plus, çünki bura plusdur. Əla, 1 bölü a-nı da 1 bölü a kvadratına vuranda eləyir 1 bölünsün a-nın kubu. Bunları ortaq məxrəcə gətirəndə eləyir a kubunda a üstü 6 plus 1. O zaman a üstü 6 plus 1 bölünsün a-nın kubu. Bu a kubu artıq hara qalxır? Sürətə qalxır. Olur a kubu burada. Bir dənə də a kubu. Oldu a üstü 6 vurulsun. A üstü 6 plus 1 bölünsün a üstü 6 plus 1. Və buradan bunlar geçsə doğru cavab a üstü 6 qalmış olacaq 35-də. 36-da A nöqtəsindən çevrəyə AD və AE toxunanları çəkilmişdir. Tamamdır. DF-yə 75-dir. DF-yə daxilə çəkilmiş uzaq olduğundan artıq bu qövsün dərəcə ölçüsü də 150 dərəcə olmuş olacaq. Çünki daxilə çəkilmiş bucaq ayırdığı qövsün dərəcə ölçüsünün yarısı olur. Mən də bilirəm ki, bu alfa ilə 150-nin dərəcə ölçüləri cəmi nə qədər eləməlidir? 180 eləməlidir. O zaman 180 bərabərdir alfa plus 150. Alfa da burada neçə dərəcə olur yoldaşlar? 30 dərəcə olmuş olur. Doğru cavab C variantı. Sonra keçirik 37-ci suala. 37 deyir ki, AB demək AB DE paraleldir. BC də DF paraleldir. ABC 110 olarsa, yoldaşlar artıq mənə buranı 110 dərəcə vermişdi. Demək paralelliyə görə mən bunu uzada bilərəm artıq. O zaman 110'a görə bu paralel olduğu için kör bucaq, uyğun bucaqlar bərabər olur 110. Yoldaşlar, bu bucağın qonşusu 70 dərəcə olacaq. Ay müəllim, niyə? Çünki burada açıq bucaq meydana gəlir və dərəcə ölçüləri 180 dərəcə olmalıdır. İndi baxın, bu xəttə paralel olduğundan, demək bura 70 dərəcədirsə, avtomatik burada neçə dərəcə olmuş olacaq? 70 dərəcə olmuş olacaq. Doğru cavab A variantı. Növbəti 38-də deyir ki, Eylerven diaqramına əsasən şişlənmiş hissənin hansı çoxluğa uyğundur? Mən bilirəm ki, bu A ilə B-nin kəsişməsidir. A kəsişir B ilə birləşir. Demək, niyə birləşir? Çünki fərqli hissələrdədir bunlar. Bir də A C ilə kəsişir. O zaman A kəsişiri çıxartsaq mötərizə xaricinə, qalacaq B birləşir C ilə. Baxaq görək variantlarda bunlar varmı? B C ilə demək birləşir və A ilə kəsişir. Deyəsən burada C variantında bu doğru olacaq. Baxaq, bəli, tamamilə doğrudur. Demək C variantı. Sonra keçək növbəti 38-39-cu suala. Deyir, ABD 70 yoldaşlar. ABD artıq 70 dərəcədirsə, sən bura bir 70 dərəcə yaza bilərsən. DC parçası BD bucağının təm böləndir. Demək, DC parçası BDY-nin təm böləncisi. O zaman bura yoldaşlar alfa olur. Ay müəllim, bura alfa olsa, buradakı Z hərfinə görə burada alfa olmaz mı? Olar. O zaman bax, üst bucağın 2 daxili bucağının cəmi xarici bucağa bərabərdir. 2 alfa 70-dirsə, alfa burada neçədir? 35 dərəcə olmuş olacaq. Tamamilə doğrudur. DSK-nı istəyir. DSK, yəni artıq bucaq bu bucaqdır. Alfa 35 olduğundan bunun qonşusu 145 dərəcə olmuş olacaq C variantı. 40-cı sual. 40-da yoldaşlar baxsaq,
Baxın 8 minus 2 köşdə 15 artıq biz bu ifadələrdə dedik ki, bu necə ifadədir? 2 qat radikal ifadəsidir. Sən artıq bunu 8-ci dərəcədən, ay müəllim mən bunu bilmirəm. Bilmirsənsə nə etməlisən? Bunu 2-yə bölməlisən. 2-lər gedir qalır köşdə 15. Bəs müəllim köşdə 15-i necə ayırım? Köşdə 15 vur 1 kimi ayrımı? Xeyr yoldaşlar. Elə ayırmalısan köşdə 15-in kvadratı nə verəcək? 15. 1-in kvadratı nə verəcək? 1. Toplayanda çıxanda 8 ala bilirsənmi? Xeyr, ala bilmirsən. Demək, artıq sənin o formada yazma haqqın yoxdur. Demək, bunu necə yazacaqsan? Baxın, qaytarıram əvvəlki vəziyyətinə. Bunun hər tərəfini 2-yə böləndə bunlar gedir. Köşdə 15 də nə ilə nə hasildir? Köşdə 5 ilə köşdə 3-ün. Əla. Belə də olar da, düz deyil. Əla. O zaman köşdə 5 köşdə 3'ə vurulanda köşdə 15'i verirsə, hətta bunların kvadratlarına da baxanda bunun kvadratı 5 verir, bunun kvadratı 3 verir. Çıxanda toplayanda 8 alabilirikmi? Bəli, alabilirik. Toplayanda 8 verir. Əla. Demək bu köşdə 5 minus köşdə 3'ün kvadratıdır. Bəs müəllim hardan bildim minusdur? Çünki baxın aradakı ifadə bunun nəyi olur? Çıxması deyənə artıq olur. Bax bu 2 ilə bu 8 gedəndə kök altda olur 4-cü dərəcədən köşdə 5 minus köşdə 3 olmuş olacaq. Bəs müəllim bunun dərəcəsi 4-cü dərəcədən. O zaman sən bunları eyni kökün altında vura bilərsən. Əla. Bir dənə böyük kök yazırıq. Olur köşdə 5 plus köşdə 3. Əla. O zaman olur buradan 4-cü dərəcədən köşdə 5 köşdə 5'ə vuranda 5, köşdə 3 köşdə 3'ə vuranda da 3. Buradan eləyir 2-ci dərəcə 4-cü dərəcədən 2. Doğru cavab Y variantı. 40-cı sualda 41'ə baxaq yoldaşlar. ABC üstüzağında BH AS'ye perpendikülerdir. Tamam. AB'ye YBS'ye beraberdir. Demək AB'ye YBS'ye beraber. Demək bura alfatsa burada alfadır. Mən buradan nə nəticə gəlmiyorlar? Bilmiyorlar ki bu hündürlüydü. Demək AC tərəfinə çəkilmiş hündürlüydü. Bu isə tən böləndir. Əla. Tən bölən və hündürlük arasında qalan buzağı istəyirik bizdən. O zaman bura 70'ti. Bura 60'tı. S buzağın 60 verib, A buzağın 70 verib. Tən bölən və hündürlük arasındakı buzağı tapmaq üçün də biz demişdik ki 70'dən 60'ı çıxıb nəyə bölməlisən? 2'yə bölməlisən. Bu da 5 dərəcə edir. Mən bunu başa düşmədim. Bu düstur üsulü idi. Gəlin sizə bunun normal qaydasını izah edeyim. Yoldaşlar A buzağı 70 dərəcədirsə yaz 70. S buzağı da 60 dərəcədirsə okey yaz 60. Problem yoxdur. Əla. HB'yi istəmirsəndən, səndən bax bu buzağı istəyir də, bu alfanı istəyir. Tamamdır. Alfanı tapmaq üçün yoldaşlar nə edəcəksiniz? AB'yi ilə YB'sinin bərabərliyindən bu buzaq əlbəttə bərabərdir. Tənbölən olduğuna görə bax, tənbölən deyə. İndi 70, 60 toplam eləyir 130. 180-dən mən 130 çıxsam qalacaq 50 dərəcə. Demək təpə buzağı ümumilikdə 50 dərəcədir. İndi məsələn bura nə qədər düşür? Bəs qırmızı hissəyə nə qədər düşür? Tən böləndə axı buradakı B'yə tən böləndir. Böl 2'yə qalacaq 25 dərəcə. Əla. O zaman bura 25 dərəcə qalır. Burada qalır nə qədər? Ümumi demək 25 dərəcə. Əla. Ay mənim başqa nə bilirəm mən? Başqa bax burada 90 görürsən, burada 60 görürsən. Demək bura ümumilikdə 30 olmalıdır. O zaman 25 plus alfa 30 olmalıdırsa alfa burada neçə dərəcə olmuş olur? 5 dərəcə olmuş olur. Doğru cavab D variantı. Demək 42-ci sual deyir tənliyin köklərindən biri 3'dür. Yoldaşlar Dövlət İmtahan Mərkəzinin test bankına yetər qədər buna aid sual var. Köklərindən biri 3'dürsə artıq x'in yerinə 3 yazmaq kifayətdir. Olur 3'ün kvadratı 9 vur 2'yə 18 çıxılsın 3n minus 9 bərabərdir 0'a. Demək 3n atırıq bu tərəfə. 3n bərabərdir 18'dən 9 çıxanda 9 n bərabərdir 3'ə. Əla. Müəllim n 3 cavablarda yoxdur. Xeyr, səndən tənliyin digər kökünü istəyir. O zaman 2x kvadrat minus n'in yerinə 3 yaz. Olacaq 3x minus 9 bərabərdir 0. Müəllim bunu nə ilə tapım? Diskriminant yollarla da tapa bilərsən, amma diskriminantsız mən bunu necə taparam? Bax bu şəkildə ayırıram bunu. 2x kvadrat necə yaranır yoldaşlar? 2x'i x'a vurmaqla 2x kvadratını ala bilərsən. Bəs 9'u müəllim 3'ü 3'ə vurmaqla. Aha. İndi bura mənfi olduğundan, demək bəs sərbəst səddə mənfi olduğundan, demək bunların birinin işarəsi mənfi olmalıdır ki, biri mənfi, biri müsbət olmağı vacibdir. Əla. Müəllim bəs hansı mənfidir, hansı müsbət? Bax bura mənfi olduğundan, demək
Çarpaz vurulanda daha böyük x'li ifadə mənfi olmalıdır. Ona zaman bura bir minus yazıram, bura bir plus yazıram. Əla. O zaman bunun vuruqları oldu x minus 3 ilə 2x plus 3 bərabərdir 0-a. Buradan köklər verir əlbəttə ki 3 ilə, demək 2x demək plus 3 bərabərdir 0-a, x də bərabərdir mənfi 3 bölü 2 mənfi 1/5. Müəllim, mən bunu başa düşmədim. Başa düşmədinizsə canlı sağ olsun. Diskriminant bərabərdir. Həll ilə geçsin. Oldu. Doğru cavab Y variantı. Sonra keçdik o 43-cü suala. A kvadrat plus B kvadrat 34'dür. AB 15'dir. Yoldaşlar artıq siz bunları bilirsiniz də. Siz artıq dəfələrlə bu sualdan işləmisiniz. Müəllim, məndən A plus B istənilir. A plus. Baxın yoldaşlar, mən A kvadrat plus B kvadratı tapmaq üçün A plus B'nin kvadratından 2AB'ni çıxmalıyam. Məcburam. Niyə? Çünki bunun astışı müxtəsərlə A kvadrat plus B'nin kvadratı plus 2AB olacaq. Bir dənə də 2AB çıxanda bunlar getməlidir. Əla, gözəl, afərin. O zaman sən nə edirsən? Artıq sənə hər şey verilib də. Bax, A kvadrat plus B kvadrat 34'dür. Gətir bunun yerinə 34 yaz. Bərabərdir. Müəllim, bunu bilmirəm. Bu qalsın yerində. A plus B'nin kvadrat çıxılsın, 2 vurulsun. AB hasildə 15'dir. Əla. 2'ni 15'e vuranda eləyir 30. At bu tərəfə eləsin 64 bərabərdir A plus B'nin kvadratına. A plus B də buradan o zaman neçə eləmiş olacaq yoldaşlar? 8. Baxın yoldaşlar, məncə sizin ağlınıza ama ilkin gələn ifadə nə olur? Məsələn, tutaq ki, bura müəllim 3 verim, bura 5 verim, 15 eləsin. Burada 3'ün kvadratı 9 vereyim. Burada 5'in kvadratı 25 vereyim. 34 versin. Demək 3 ilə 5'in cəmi 8. Yoldaşlar, hər zaman doğru ola bilməz. Yəni elə ədədlər ola bilər ki, orada problem yaşayarsın sən. Ona görə bunun bu formada köməkçi müxtəsərlə yazılma qaydasını bilməlisən. Demək 44'də deyir ABC tutanda ABC 90 dərəcədir. Əla, gözəl. Bura 90 dərəcədir. BD AC'yə demək hündürlük kimi çəkilib. O zaman mən bura n versəm, bura n versəm yoldaşlar, burada h olur da, bilirsiniz, düzdür. Demək, deyir ki, AD vurulsun DC'yə, AD'ni vuranda DC'yə. Mən bilirəm ki, h'ın kvadratı bərabərdir mn deyə bir evkilit düsturumuz var da. Tamamdır. Bax, AD'ni verib sənə m, demək DC'ni verib sənə n, BD'ni də verib h. M-ə vuranda onsuzdakı h'ın kvadratını verir. H'ın kvadratını h'a vuranda 125 eləyirsə, o zaman buradan h'ın kubu 125'dir. Bəs nəyin kubu 125 eləyir? Əlbəttə ki 5'in. Bəs müəllim, məndən nə istəyir? B'dir. B'dir də h olduğuna görə doğru cavab 44'də 5 olmuş olur. Keçək 45-ci suala. Demək yoldaşlar, çoxlular üçün bu ifadələr ödənilirsə A'nın B ilə keçməsini tap. Müəllim, bunu mən necə eləyəcəm? Düsturla yadımda qalmır. Düstursuz yolu var əlbəttə ki, eləyir Venn diaqramı. Bura A yazaram, bura B yazaram. Demək, A'nın B'dən fərqi 5 dənədir. Əlbəttə o bura düşür. Yəni, bax, söhbət bu hissədən gedir. A'nın B'dən fərqi bu buradır. 5 dənədir. Sonra müəllim neyin yerəm? B'nin A'dan fərqi 19 dənədir. Artıq gördün sən deyə bunu rahatlıqla tapa bilərsin. Müəllim, bir də kəsişməni bilmirəm. Kəsişməni bilmirsənsə, bura nə yazarsın? X yazarsın. Axı, sənə burada bir şərt verilib. Ondan niyə istifadə eləmirsən? 3 vurulsun. Demək, A'nın elementlərinin sayı x dənə burada, 5 dənə burada. Nə olacaq? X plus 5 bərabərdir. Bəs müəllim, B'nin elementləri nə qədərdir? 19 dənə burada var, x dənə də burada. 19 plus x-a. Buradan eləyir 3x plus 15 bərabərdir 19 plus x-a. Buradan 2x bərabərdir 19'dan 15 çıxanda 4 qalır. X də bərabərdir 2. Doğru cavab hansı olmuş olur yoldaşlar? 2. Niyə? Səndən çünki kəsişməni istəyir. Əla. 10 detallı usta 3 günə, şagirdi 5 günə hazırlayır. Bax, ayrı-ayrılıqda usta yazıram. Usta 10 dənə detalı 3 günə hazırlayırsa, bir günə 10 bölünsün 3 sayda detal hazırlayır. Şagirdi isə, bax, yazdım şagirdi 5 günə hazırlayırsa, demək bu da bir günə 10 bölünsün 5 dənə detal hazırlayır. Yəni 2 dənə. Bəs müəllim, bunu niyə bölməz? Tam bölünmür yoldaşlar. Usta və şagird birlikdə
Yəni söhbət bir günə hazırladıqlarından gedir. Bu 10 bölü 3, bu da 2. Bir günə bunlar birlikdə nə olacaq? 3-də 10 plus 2 dənə detal hazırlamış olacaqlar. Birlikdə neçə günə hazırlayırlar? Tutaq ki, T dənə günə hazırlayırlar. Bəs neçə detalı? 560 detalı. Əla. O zaman nə olacaq? Bu 2-ni, demək bunu yazacağım 3, 2-ni vuracağım 3-ə. Çünki bu 2 tam 3-də 10 eləyir də. 2-ni vururam 3-ə 6, elə də 16. Vurulsun T bərabərdir 560-a. Buradan 16T bərabərdir 3-ü vuracağım 560-a. Müəllim, niyə vurmadınız bəs? İxtisar elə sonra. 16 ilə 564-ə gedəndə görək neçə qalır? Burada qalır 4T bərabərdir 3 vurulsun. Demək 4-ə böləndə 140 qalırmı? 4 4 16 56 bəli. Qalır 4 vurulsun 140. Müəllim 2 ixtisar aparın. 2 ixtisar gedəndə demək burada qalacaq 2T bərabərdir 3 vur 70-ə. 70 ilə də 2 gedəcək, qalacaq 35-ə. O zaman da T də buradan 3'ü vuram 35 eləyəcək 105. Sonra keçirik 47-ci suala. Yoldaşlar 47-də müəllim sürətdə nə qayırıram? Sürətdə artıq görürsən də sən bunları. Bax bunu görmək lazımdır yoldaşlar. Bunu görmək lazımdır ki, burada ortaqlar var. Əla. Bu ikisində ortaq olan nədir? Kökdə 3. Çıxardıq o kökdə 3'ü qabağa. Qaldı 1 plus kökdə 5. Bəs bu ikisində olan ortaq olan nədir? Mənfi müəllim kökdə 2. Əla. Mənfi kökdə 2-ni çıxanda qaldı 1 plus kökdə 5. Əla, gözəl. O zaman bölünsün kökdə 3 minus kökdə 2 vurulsun kökdə 5 minus 1. Bu da əla. İndi görürəm burada 2 dənə yeni ortaq var. Yəni 1 plus kökdə 5 artıq bizim ortağımızdır. O zaman qalır kökdə 3 minus kökdə 2 bölünsün kökdə 3 minus kökdə 2 vurulsun kökdə 5 minus 1'ə. Müəllim neyniyim burada? Bax bunları apar ixtisar çünki eynidir. O zaman qalır kökdə 5 plus 1 vurulsun kökdə 5 minus 1. Buradan da eləyəcək 5 çıxılsın. Çünki 5 kökdə 5 arasında 5 eləyir. Mənfi 1 də 1'ə vuranda 1 eləyir. Doğru cavab olur 4. 47-də 48. Bax yenə köməkçi müxtəsər olma düsturlarına gələ bilərik. Amma buradan başqa versiyada bunu aça bilərik. Məsələn biz a kvadrat plus 2ab plus b'nin kvadratı bərabərdir 4ab-yə. Buradan olacaq a kvadrat. Bu 4ab-ni atanda bu tərəfə minus 2ab plus b'nin kvadratı bərabərdir 0-a. Əla. Bu da a minus b'nin kvadratıdır. Kvadratı 0 olan nə dedin? Özü 0 olmalıdır. Tamam. O zaman a da buradan nəyə bərabər olur? B'yə bərabər olur. Aparıb a'nın yerinə b yazanda b'lər gedir. Elə doğru qiymət nə olur? 4 olmuş. Olur. 49'a baxaq. Demək kvadratlar cəmi 6ab-dir. Məndən a plus b, a minus b-ni istəyir. Yoldaşlar topludan yenə oxşar bir sual var burada. Mən bunu bir dəfə plusla yazıram. A plus b-nin kvadratı şəklində yazsam, bu a kvadrat plus b kvadrat almaq üçün bundan 2ab-ni çıxmalıyam. Buradan eləyir 6ab. O zaman a plus b'nin kvadratı buradan eləyir 6 ilə 2'ni toplayanda 8ab. A plus b də buradan eləyir kökdə 8 a, b və kökə salınır onlarda. Yəni kökdə 8 vurulsun kökdə ab. Əla, gözəl. Bir qrup da minusu ilə ifadə eləməlisən. O zaman mən bunu a minus b'nin kvadratı yazsam isə bunun üzərində 2ab-ni gəlməliyəm. O zaman 6ab-yə bərabər olur. Buradan a minus b'nin kvadratı 4ab-yə bərabər olur. A minus b isə yoldaşlar 4'dən nə çıxır kökdən? 2 kökdə ab qalmış olur. Demək deyir bunu buna böl. Yəni a minus b'yə böl. Tamamdır. Bunun da qiyməti 2 vurulsun kökdə ab-dir. ab-lər getdi. Qalır kökdə 8 böl 2. Kökdə 8'dən çıxır neçə? Demək kökdə 8'i 4 vur 2 yazanda 2 kökdə 2 olur da. Böləndə 2'lər getdi. Cavab olur kökdə 2. Yəqin ki bu ətraflı suallardan da demək kökdə 2 qiymətini yazırsınız. Gedir. Keçirik 50-ci suala. Perimetr 60 olan ABCD'ye fiqurunda ABC və ADF DC'ye üst tutalları bərabər tərəflidir. Əla. O zaman yoldaşlar hamısı bərabər tərəflidirsə mən bura M, bura N yazaram. Artıq bərabər tərəfli olduğundan bura M plus N'dir. Burada M plus N'dir. Bu da gözəl.
Bura m olduğundan burada m'dir, burada m'dir, burada n olduğundan beraber tərəfli olduğundan n'dir. Bəs ABC-yə deyifi 60 verib. Demək buranı, yəni n plus n. Nağdından 2 dənə n burada var. Və perimetr deyəndə bunları da götürəcəm deyə 2 dənə deyim burada var. Demək 4 dənə n plus n'lərdən ikisi burada var. Biri burada, biri burada. Yenə 4 dənə n bərabərdir 60'a. N plus n də buradan 60'ı bölü 4'dən neçə eləyir? 15 eləmiş olur. Məndən AC parçasının uzunluğunu istəyir. AC parçasının uzunluğu nə qədər olacaq? 15 olmuş olacaq. Doğru cavab 15 olur. Keçirik 51'ə. Aralığındakı məsafə 960 kilometr olan. Yoldaşlar, aralığındakı məsafə, yəni A şəhərindən B şəhərinə məsafəmiz 960 kilometrdir. İki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 dənə avtomobil yola düşür. Buradan bir dənə avtomobil başlayır, buradan bir dənə avtomobil başlayır. Müəllim, sürət bilməliyəm, sürəti bilmirəm. Onlardan birincisi yolu 16 saata. Demək bu 16 saata gedirsə, digər də 14 saata gedir. Əla. İndi o zaman bilək ki, bunların sürəti nə qədərdir? Bax, bu yolu tək başına geçsəydi, 960 idi, 16 saat geçsəydi. Mən bunun sürətini tapmaq üçün gedilən yolu, yəni yer dəyişməni bölməliyəm 16-ya, eləyir 60. Əla. Demək, bunun sürəti 60 km bölünsün saat olmuş olacaq. Bu gözəl. Bir də 960'ı 14'e böləcəm. Müəllim, niyə? Çünki tək başına geçsəydi bu, 14 saata gedirsə, 960'ı bölərsən 14'e. Artıq burada nə edirəm müəllim? Bunlar ixtisar gedər 2'yə, qalacaq 7'də 480. Bu da gözəl. Bunun da sürəti oldu 7'də 480. Bu da əla. Gör nə deyir indi bizə? Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Demək, bunlar gəlib tutaq ki, burada görüşəcək. Çünki bunun sürəti çoxdur. Bundan istər-istəməz biraz çoxdur. Baxaq 480 üz istəm azdır deyənə. İndi baxacaq görə vəziyyət necə olacaq. Demək, bura qədər görüşənə qədər getdiyi yol tapmaq üçün əlbəttə bunların sürətləri toplanmalıdır. Yəni 60'ın üzərinə 7'də neçəni gəlməliyəm? 480'i gəlməliyəm. Vurmalıyam T'yə. Əlbəttə bunların gedəcəyi yol 960'dır. Çünki bu buradan bura qədər gələcək. Bu da buradan bura qədər gələcək. İkisi birlikdə nə qədər yol gedir? Ümumiyyətlə 960. Əla. Burada eləyəcəyim demək 7'də 60'ı 7'ye vuranda 420, o da 480. Toplam edir 900. Vırılsın T'ye beraber 960'a. 7'ni 960'a vuracağım. Olacaq 900 T beraberdir. 960 vurılsın 7'ye. Bu sıfırla bu sıfır gedir. 90 T beraberdir. Demək 96 vurulsın 7'ye. Əməli bunun hər tərəfini 90'a böləyimi? Bölək. Olsun 90. İndi gör nə deyir? Deyir, görüşənə qədər birinci avtomobil nə qədər yol gedir? Birinci avtomobil buradan bura qədər gedib saatda 60 kilometr bölünsün saatla, kilometr bölünsün saatla hərəkət edib və sürəti bilirəm. Bəs müəllim, bu nə idi? Bu da zamandır. Sürəti zamana vuranda gedilən yolu alaram. 90'da 96 vurulsun 7'ni vuraram. Bunun sürəti nə qədər idi? 60'a. Vur 60'a. Əla. 60'ın sıfırı ilə bunun sıfırı getdi. Qaldı 96 vurulsun 7 bölünsün 9 vurulsun 6. Bu 6 ilə 9 gedir. Burada qalır 2, burada qalır 3. Bu 3 ilə bu gedir, qalır 32. 32'ni 2'ye vururam. 64 eləyir. 64 də 7'ye vuranda demək 4 7 28 8 yazarım 2'ye de 6 7 42 elədi 448. Demək 448 kilometr yol getmiş olacaq. Aha 51, 52. Deyir, qonşu buzaqlardan birinin dərəcə ölçüsünün 3 misli. Baxın yoldaşlar. Qonşu buzaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabər olarsa. Məsələn, mən bura m deyirəm, bura n deyirəm. Əlbəttə, kiçiyin m-in 3 misli, n-in neçə mislinə bərabər olar? 2 mislinə. O zaman m buradan 2K olmuş olacaq. N'imiz də buradan 3K olmuş olacaq. Müəllim, niyə? Çünki 2 ilə 3-ün əkobu 6K, 6'dır. 6K götürsən bunu, 3'dən 6K almaq üçün buna 2K yazmalısan. 2'dən də 6K almaq üçün buna 3K yazmalısan. Əla.
Demək mən bilirəm ki, qonşu uzaqların cəmi, yəni M ilə N-in cəmi 180 dərəcədir. O zaman 5K buradan 180 dərəcə olur. K da buradan neçə dərəcə olur müəllim? 36 dərəcə. Əla. K 36-dırsa bu bucaqları tapın deyir. Demək 2 vurulsun 36. Çünki biri 2K idi. Elədir 72 dərəcə. O birisi də 3 vurulsun 36. Yəni 108 dərəcə olmuş. Olacaq 52-dən. Sonra keçirik 53-ə. Deyir 180 kiloqram 20% duz məhlulu. Buraya yazaq 180 yoldaşlar. Burada yazaq 20%. Əla, gözəl. Duz məhluluna nə qədər su buxarlandırmaq lazımdır ki, suyu buxarlandıranda biz nə ilə buxarlandırdıq? 0%-dən. Çünki suyun tərkibində demək duz məhlulu yox, duz yoxdur daha doğrusu. X qədər bundan buxarlandırsaq, əla, bərabərdir. Məhlulun duzluğu 24% olacaq. Məhlulun duzluğu 24% olur və burada 180 minus x olur. Çünki məhluldan x qədər götürülür. 180'i vururam 20'ye, çıxılsın x'i sıfıra vuranda 0 eləyir. Bəli, 180 minus x'i da vururam 24'e. Əla. Demək yoldaşlar, buradan eləyir 3000 demək 36, yəni 3600 bərabərdir. Buradan nə verəcək mənə? Demək 180 vurulsun 24 çıxılsın 24x ya da ki yoldaşlar gəlin birinci ixtisarlara aparaq nağdından. Bu artıq işimiz rahatlaşsın. Demək 12'ye 12'ye gedir. Burada 2 qalır, burada qalır 15. Əla, bu 2 ilə də bu gedir. Qalır burada neçə? 10. Əla. 150 bərabərdir. 180 minus x-a. X da buradan neçə eləyir yoldaşlar? 30 eləmiş olur. 53 belə. Keçdi 54'ə. Deyir ki, D düz xətti AB mərkəzi çevrələr olunaq. C və D nöqtələrində toxunur. AC 16'dır, BD 6'dırsa CD 24'dür. Hər şey şəkildə onsuz da verir. Bu çevrələr arasındakı ən qısa məsafə. Bu çevrələr arasındakı ən qısa məsafəni bizdən istəyir. Yoldaşlar, ən qısa məsafəni istəyirsə artıq biz bax bunu çəkirik. Ən qısa məsafə lazımdır da bizə. Nə edirik buradan? İndi ay müəllim, bu buna perpendikulardır. Bu buna perpendikularsa sən buradan elə bir düz xətt indir ki, burada bir düz bucaqlı yaradasan, burada perpendikular olsun. Əla. Buradan bura qədər 6 olduğunu düz bucaqlı dediyim üçün burada 6'dır. Əla. 6'dırsa o zaman bura qalır 10. Bax, KTT qaldı 10. Burada bir düz bucaqlı üç bucaq yarandı. Yoldaşlar fikir verin. Bax, burada 90 dərəcə. Bura qaldı 10. Bura artıq verilib mənə. CD-ni verib 24. Artıq mən AB məsafəsini tapa bilərəm. 24'ün kvadratı plus 10'un kvadratı əlbəttə AB-nin kvadratını verir. O zaman 24'ün kvadratı 576. 576'nın üzerine 100 gələndə 676. 676'dan da əlbəttə ki neçə çıxacaq yoldaşlar? 676'dan çıxacaq 26. 26 olmuş olur. Tamam. Bura oldu 26. Bu da gözəl. Demək, indi məndən deyir ki, yoldaş bu çevrələr arasındakı ən qısa məsafəni istəyir. Çevrələr arasındakı ən qısa məsafə buradan bura qədər olandı. Demək, buradan bura qədər bunun radiusu da əlbəttə ki 16. Buradan bura qədər bunun radiusu da 6. Demək, mən 26'dan çıxacam 16 ilə 6'nın cəmin. Yəni 22'ni. Buradan da qalacağına qədər 4 qalmış olacaq. Əla. Sonra növbəti 55-ci sual. Deyir, 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. X oxuyanlar Y-in 4 mislidir. O zaman M4M yazaram buna. Hər iki qəzeti oxuyanların sayı, yəni tutaq ki, hər iki qəzeti oxuyanlar 5M-dir də. Qəzet oxumayanların sayına bərabər olarsa, o birisi də 5M olacaq. Bax, oxuyanlar da 5M, oxumayanlar. Ay müəllim, niyə? Çünki axı bunlar bir-birinə bərabərdir. Əla, demək, ümumi neçə nəfərdir? 80 nəfər. Demək, buradan eləyir 10 dənə M bərabərdir 80'ə. M də bərabərdir 8'ə. M artıq 8. Mənə deyir ki, X qəzetini oxuyanların sayı, yəni 4'ü 8'ə vurarsa neçə eləyəcək yoldaşlar? 32 olmuş olacaq.
Qeyd edim ki, yoldaşlar, izahlarımız bu qədər. Əgər sizə izahlarımız faydalı oldusa, kanala abunə olub rəy bildirməyi və dostlarınızla paylaşmağı unutmayın. Özünüzdən müğayət olun. Növbəti izahlarda görüşürüz.